Əsbəx ibn Nübatə belə rivayət edir. Möminlərin əmiri Əlidən aleyhissalam Zülqarneyn barədə soruşuldu. İmam belə buyurdu. Zülqarneyn salih bir bəndə idi. Onun adı Əyyaş idi. Allah Teala onu seçmiş, keçmiş əsrlərdə qərb nahiyəsində olan qövmlərdən birinə göndərmişdi. Bu Nuhun aleyhissalam tufandan sonra idi. Həmin qövm onun başının sağ tərəfini vurub yarmış və onu qətlə yetirmişdi. Allah Teala onu 100 il sonra dirildərək qərb nahiyəsində olan qövmlərdən birinə göndərdi. Qövm onu inkar etdi və başının sol tərəfinə zərbə endirib öldürdü. 100 il sonra Allah Teala onu yenidən diriltdi. Başının yarıldığı yerlərini içi boş buynuzla əvəzlədi. Hakimiyyətinin izzətini və peyğəmbərlik nişanələrinə həmin buynuzlarda qərar verdi. Allah Teala onu dünya səmasına qaldırdı. Bütün yer üzünü, dağları, dərələri və vadiləri gözlər önünə sərdi. Şərqdə və qərbdə olan hər bir şeyi gördü. Haqq və batılı ayırt edə biləcək hər bir şeyin ilmini ona bəxş etdi. Onu özündə zülmət, şimşək və göy gurultusu olan göyün bir parçası ilə qüvvətləndirdi. Zülqarneyn yerə indirildikdə Allah Teala ona belə vəhy etdi. Yer üzünün şərqi və qərbinə üst tut. Sənin üçün ölkələrin yollarını açdım, bəndələri ram etdim və onları səndən qorxutdum. Zülqarneyn qərbə tərəf yola çıxdı. Bir şəhərin yanından ötdükdə qəzəbli aslan kimi nərə çəkir, buynuzlarından zülmət, şimşək, göy gurultusu və ildırım çıxır, ona qarşı qəsd niyyətində olanları və asiləri məhv edirdi. Qərbə yetişdikdə artıq şərq və qərb əhli ona boyun əymişdi. Bu Allah Taala'nın sözüdür. Biz onu yer üzərində möhkəmləndirib qüvvətləndirdik və hər şey verdik. Kəhf surəsi 84-cü ayə. O yola çıxıb nəhayət günəşin batdığı yerə gəlib çatdıqda onu qara palçıqlı bir çeşmədə, lehməli bir suda batan gördü. O çeşmənin yanında bir tayfa da gördü. Biz ona belə buyurduq. Ya Zülqarneyn, sən onlara imana gəlməsələr, əzab da verə bilərsən. Haqq yola dəvət edib onlara yaxşı rəftar da edə bilərsən. O Zülqarneyn belə cavab verdi. Zülm edənə və iman gətirməyənə dünyada əzab verəcəyik. Sonra o, qiyamətdə Rəbbinin huzuruna qaytarılacaq. Rəbbi də ona cəhənnəmdə görülməmiş bir əzab verəcəkdir. İman gətirib yaxşı iş görənləri isə ən gözəl mükafat, yəni cənnət gözləyir. Biz ona asan bir şey əmr edəcəyik. Sonra o, günəşin yolunu izləyərək şərqə tərəf yola çıxıb getdi. Kəhf surəsi 86, 87, 88, 89-cu ayələr. Zülqarneyn günəşi izləyərək lehməli bir çeşməyə yetişdi və günəşin orada batdığını gördü. Orada 70 min mələk dənizin dibindən dəmir zəncir və qandalları yer üzünün sağ tərəfinə doğru gəmi su üzərində üzər kimi dartırdılar. Nəhayət günəşin doğduğu yerə yetişdikdə onu bir qövm üzərinə doğan gördü ki, onlardan ötürü ona, yəni günəşə qarşı heç bir sipər yaratmamışdıq. Belə idi. Biz hələ onun yanında daha nələr olduğunu da bilirik. Kəhf surəsi 90-91-ci ayələr. Zülqarneyn günəşin yandırdığı və bədənlərinin rəngini zülmət qara rəngə çevirdiyi bir qövmlə qarşılaşdı. Sonra o, qaranlığa tərəf yola düşdü. Nəhayət iki dağ arasına gəlib çatdıqda, onların ön tərəfində az qala söz anlamayan bir tayfa gördü. Onlar dedilər, ey Zülqarneyn, bu iki dağın arxasında olan Yəcüc-Məcüc tayfaları bu ərazidə fitnə fəsad törədirlər. Əkinin, biçin və meyvələrin yığım vaxtı yetişdikdə bu səddi aşıb üzərimizə hücum çəkir, əkin və meyvələrimizi toplayırlar və ya qoyunlarına yem edirlər. Bizə bir şey qalmır. Bizimlə onlar arasında bir sədd çəkmək üçün sənə hər il müəyyən məbləğ versək olarmı? Zülqarneyn dedi, Rəbbimin mənə verdiyi daha yaxşıdır. Gəlin öz qüvvənizlə mənə kömək edin, mən də sizinlə onlar arasında möhkəm bir sədd düzəldim. Mənə dəmir parçaları gətirin. Kəhf surəsi 93, 94, 95, 96-cı ayələr. Onun üçün dağ qədər dəmir topladılar. Onları kərpic kimi bir-birinin üzərinə yığdılar və aralarını doldurdular. Zülqarneyn yer üzündə bu üslubla sədd quran ilk şəxs idi. Sonra onun üzərinə odun yığdırdı və tonqal qaladı. Körüklər qoydu. Onlar körükləri üfürməyə başladılar.
Dəmir əriməyə başladıqda onlara qırmızı mis gətirmələrini buyurdu. Onlar bir dağ qədər mis gətirib dəmirin üzərinə atdılar. Mis əriyib dəmirə qarışdı. Zülqarneyn dedi: Yəcüc-Məcüc tayfaları artıq nə sədd aşa bildilər, nə də onu dəlib keçə bildilər. Dedi: Bu sədd Rəbbimdən bəxş edilən bir mərhəmətdir. Rəbbimin təyin etdiyi vaxt gəldikdə isə Allah onu yerlə yeksan edəcəkdir. Rəbbimin vədi haqdır. Kəhf surəsi 97-98-ci ayələr. Hədisin burasına qədər Əli ibn Həsənin və Muhammed ibn Nəsirin rivayəti idi. Cəbrail ibn Əhməd Əsbax ibn Nübatə istinadlı hədisində İmam Əli ibn Əbi Talibin aleyhissalam belə buyurduğunu nəql edir. O gün onları buraxarıq. Dalğalar kimi bir-birinə qarışarlar. Kəhf surəsi 99-cu ayə. Yəni qiyamət günündə Zülqarneyn salih bəndə idi və onun Allah yanında məqamı var idi. Allaha qarşı səmimi idi. O Allahı, Allah da onu sevirdi. Allah Teala onun üçün ölkələrə yollar açmış və onların üzərində hakimiyyət bəxş etmişdi. Beləliklə Zülqarneyn yer üzünün şərqi və qərbinə hakim olmuşdu. Onun Rəfail adlı bir mələk dostu var idi. Tez-tez onun yanına edir və həm söhbət olurdu. Bir gün Zülqarneyn Rəfaildən soruşdu: Göy əhlinin ibadəti necədir? Yer əhlinin ibadəti ilə onların ibadətlərinin arasında nə kimi üstünlüklər var? Rəfail dedi: Ey Zülqarneyn, yer əhlinin ibadətləri nədir ki? Göy əhlinin ibadəti isə belədir. Səmada ayaq basıla biləcək, hər yerdə ayaq üstə dayanıb, əsla əyləşməyən, ruku edib əsla səcdə etməyən və ya səcdə edib əsla başını səcdədən qaldırmayan mələklər var. Zülqarneyn ağlamağa başladı və dedi: Ey Rəfail, mən Rəbbimə ona layiq olan tərzdə ibadət etməyə nail olmaq üçün çox yaşamaq istərdim. Rəfail dedi: Ey Zülqarneyn, yer üzündə Allahın bir çeşməsi var ki, həyat çeşməsi adlanır. Allah Teala belə qərar vermişdir ki, kim o çeşmədən içərsə, Allahdan ölüm diləmədikcə əsla ölməz. Əgər ona qovuşa bilsən, dilədiyin qədər yaşayarsan. Zülqarneyn soruşdu: O çeşmə haradadır? Sən onun yerini bilirsənmi? Rəfail dedi: Xeyr, bilmirəm. Amma göy əhli danışır ki, yer üzündə Allahın bir zülmət qaranlıq yeri var ki, nə bir insan, nə də bir cin oraya ayaq basıb. Zülqarneyn həmin yerin harada olduğunu soruşduqda, mələk bilmirəm deyə cavab verdi. Rəfail göyə qalxdı. Onun sözlərinə, çeşmə və qaranlıq barədə verdiyi xəbərlərə, həmçinin onların haqqında faydalı bir məlumat vermədiyinə görə Zülqarneyn uzun müddət kədər bürüdü. O ölkədəki fəqihləri, alimləri, kitabdan və peyğəmbərlik xəbərlərindən məlumatlı şəxsləri topladı. Onlar bir yerə toplaşdıqda Zülqarneyn dedi: Ey fəqihlər, kitabdan və peyğəmbərlik xəbərlərindən məlumatlı olan şəxslər, oxuduğunuz Allah kitablarında, eləcə də sizdən öncəliklərin yazılarında Allahın həyat çeşməsi adlı bir bulağının olduğu barədə bir məlumat oxumusunuzmu? Həmin çeşmə barədə Allah belə qərar vermişdir ki, kim ondan içsə, Allahdan ölüm diləyənədək əsla ölməz. Onlar: Ey hökmdar, xeyr deyə cavab verdilər. Zülqarneyn soruşdu: Bəs oxuduqlarınızın arasında yer üzündə nə bir insan, nə də bir cinin ayağının dəydiyi, Allahın zülmət bir qaranlığının olduğu barədə məlumata rast gəlmisinizmi? Dedilər: Ey hökmdar, xeyr. Zülqarneyn bu cavabdan çox kədərləndi və ağladı. Belə ki, çeşmə və qaranlıq barədə istədiyi məlumatı əldə edə bilməmişdi. Orada toplaşanların arasında Peyğəmbər canişinlərinin övladlarından birinin oğlu da var idi. O susur və heç bir söz söyləmirdi. Zülqarneynin alimlərdən ümidin üzdüyünü gördükdə oğlan dedi: Ey hökmdar, sən onlardan məlumatlarının olmadığı bir məsələnin barəsində soruşmusan. Sənin axtardığın məlumat məndədir. Zülqarneyn bu sözə çox sevindi. Taxtından düşüb oğlanın yanına gəlib ona yaxınlaşmasını buyurdu. Ondan bildiklərini danışmasını istədi. Oğlan dedi: Ey hökmdar, yer üzündəki hər bir çeşmənin və ağacın adının qeyd edildiyi gün yazılan Adəmin aleyhissalam kitabında görmüşəm ki, Allahın həyat çeşməsi adlanan bir çeşməsi var. Allah Teala belə qərar vermişdir ki, kim o çeşmədən içərsə, Allahdan ölüm diləmədikcə əsla ölməz. Həmin çeşmə bir insan və bir cinin ayaq basmadığı bir zülmət qaranlıqdadır. Zülqarneyn bu cavabdan sevinib dedi: Ey oğlan, mənə yaxınlaş. Bəs həmin yerin harada olduğunu bilirsənmi? Oğlan dedi: Bəli.
Adəmin aleyhissalam kitabında həmin yerin günəşin ilk şölə saçdığı, doğduğu yerdə olduğunu oxumuşam. Zülqarneyn sevincək halda məmləkət əhalisinin toplaşmasını buyurdu. Bütün əyan əşrəfləri, fəqih, alim və hakimləri bir yerə yığdı. Onun huzuruna 1000 hikmət sahibi, alim və fəqih toplaşdı. Onların səfərə hazırlaşmalarını buyurdu. Sayları çox olan güclü bir ordu yığıldı. Onlarla birlikdə günəşin doğduğu yerə tərəf yola çıxdılar. Dənizlər üzdülər, dağlar aşdılar, səhralar ötdülər və təpələr keçdilər. 12 il yol getdilər. Nəhayət zülmət qaranlıq bir nahiyəyə yetişdilər. Həmin zülmət nə gecənin, nə də dumanın qaranlığı kimi idi. Sanki coşan bir hava idi. Onun hər iki üfüqünün qarşısında dayandı və bir tərəfində miniyindən enib əskərlərinə düşərgə saldı. Sonra alimləri, fəqihləri, əskərləri və fəzilətli şəxsləri bir yerə toplayıb dedi: "Ey alim və fəqihlər, mən bu zülmət qaranlığa gedəcəyəm." Onlar Zülqarneynin qarşısında təzim edib baş əydilər və dedilər: "Ey hökmdar, sən indiyədək bir kəsin axtarmadığı, səndən əvvəl bir nəbi və ya rəsulun, bir hökmdarın getmədiyi yola düşmüsən." Zülqarneyn dedi: "Mən mütləq onu tapmalıyam." Dedilər: "Ey hökmdar, sənin bir yolu tutaraq heç bir çətinlik çəkmədən istəyinə çatacağını bilsəydik, səninlə gedərdik. Lakin biz sənin ölümünə səbəb olacaq bir hadisə ilə qarşılaşacağından, nəticədə səltənətinin aradan gedəcəyindən və yer üzünün fəsada uğrayacağından qorxuruq." Zülqarneyn dedi: "Mən bu yolu mütləq getməliyəm." Onlar Allaha səcdəyə qapandılar və belə söylədilər: "İlahi, biz Zülqarneynin istəyindən sənə sığınırıq." Zülqarneyn dedi: "Ey alimlər, miniklərdən hansının ən iti baxışa sahib olduğunu mənə söyləyin." Dedilər: "Ən iti baxışlı minik dişi bakirə atdır." Ordusunda olan dişi bakir atları təyin etdi. Onların sayı 6000 idi. Elm, fəzilət və hikmət əhli olan 6000 şəxsi seçdi və hər birinə o atlardan birini verdi. Əfəshərə, yəni Xızır aleyhissalama 1000 atlı həvalə edib, onları öndən yollayıb zülmət qaranlığa girmələrini əmr etdi. Zülqarneyn özü isə 4000 atlı ilə hərəkət etdi. Düşərgədəki əskərləri isə 12 il burada gözləməyi, əgər həmin vaxtadək geri qayıtmasa, öz ölkələrinə qayıtmalarını və ya dilədikləri yerə getmələrini buyurdu. Xızır dedi: "Ey hökmdar, biz zülmət qaranlıqda yol gedirik, bir-birimizi görmürük. Əgər azmış olsaq, nə edək?" Zülqarneyn ona məşəl kimi işıq saçan qırmızı muncuqlar verib dedi: "Bunları götür. Əgər azmış olsanız onu yerə at. Yerə düşdükdə səs çıxaracaq və beləliklə yolunu azanlar onun səsinin gəldiyi tərəfə qayıdacaqlar." Xızır muncuqları götürüb qaranlığa doğru yola çıxdı. Xızır öndə gedir, Zülqarneyn də onun getdiyi yolla ardınca hərəkət edirdi. Bir gün Xızır zülmət bir vadiyə yetişdi və yoldaşlarına dedi: "Burada dayanın, heç kim yerindən tərpənməsin." Özü isə atdan düşdü. Bir muncuq götürüb onu dəriyə atdı. Lakin muncuğun yerə düşmə səsi hələ də eşidilmədi. Xızır bədgümanlığa qapandı və qorxdu ki, ümumiyyətlə muncuq yerə düşməyəcək. Biraz sonra muncuğun düşmə səsi gəldi. Həmin səsə tərəf boylandıqda dərənin dibində bir çeşmənin olduğunu gördü. Çeşmənin suyu süddən ağ, yaqutdan saf və baldan şirin idi. Xızır ondan içdi. Paltarını çıxarıb orada yuyundu, sonra libasını geyinib muncuğu yoldaşlarına tərəf atdı. Muncuğun səsini eşitdikdə yoldaşlarının yanına gəlib atına mindi və yola davam etmələrini əmr etdi. Onun ardınca həmin yerə Zülqarneyn də gəldi, lakin vadini səhv saldı. Onlar həmin zülmət qaranlıqda 40 gün, 40 gecə yol getdilər. Sonra işıqlı bir yerə yetişdilər ki, oranın işığı nə gündüzün, nə günəşin, nə də ayın idi. Yalnız nur idi. Qırmızı yumşaq və xışıldayan qumları olan daşları inciyə bənzəyən bir yerə yetişdilər. Orada uzunluğu bir fərsəx olacaq qəsr var idi. Zülqarneyn onun qapısının qarşısına gəlib əskərlərinə düşərgə saldı. Sonra tək başına qəsrə tərəf üst tutdu. Qəsrdə bir quş var idi. Həmçinin uzun bir dəmir də var idi ki, hər bir ucu qəsrin bir tərəfində idi. Quş isə qara idi. Göylə yer arasında dimdiyindən həmin dəmirdən sallanmışdı. Sanki yarasa idi, yaxud onun formasında idi. Yaxud da yarasaya bənzəyirdi, ya da elə yarasanın özü idi. Zülqarneyn ayaq səslərinin xışıltısını eşitdikdə ondan kim olduğunu soruşdu.
O da mən Zülqarneynəm deyə cavab verdi. Quş soruşdu: "Arxada qoyduqların sənə yetmədimi ki, mənim bu qapıma gəlmirsən?" Zülqarneyn bərk qorxdu. Quş dedi: "Ey Zülqarneyn, qorxma. Mənə bəzi şeylərin barəsində məlumat ver." Zülqarneyn soruş dedi. Quş dedi: "Kərpic və əhəngdən olan tikirlərin sayı çoxalıbmı?" Zülqarneyn bəli dedikdə quş çırpındı və Zülqarneyn 1/3 dəmirə döndü. Bu halı görüb qorxduqda quş dedi: "Qorxma. Mənə xəbər ver görüm, bir-birinə nifrət edənlər çoxalıbmı?" Zülqarneyn bəli dedikdə quş çırpındı. Yenə 1/3 dəmirə döndü. Zülqarneyn bu halı görüb qorxduqda quş dedi: "Qorxma. Mənə xəbər ver görüm, insanlar yer üzündə yalan şahidi edirlərmi?" Zülqarneyn bəli deyə cavab verdikdə quş çırpındı və şişdi. Qəsrin 2 divarını tutdu. Zülqarneyn bunu görüb çox qorxdu. Quş dedi: "Qorxma. Mənə xəbər ver görüm, insanlar La ilahə illallah şəhadətini tərk ediblərmi?" Zülqarneyn xeyr dedi və onun 1/3 birləşdi. Quş dedi: "Qorxma. Mənə xəbər ver görüm, insanlar namazı tərk ediblərmi?" Zülqarneyn xeyr dedikdə digər 1/3 hissəsi də birləşdi. Quş dedi: "Qorxma. Mənə xəbər ver görüm, insanlar cənabət qüsl almağı tərk ediblərmi?" Zülqarneyn xeyr dedikdə əvvəlki halına qayıtdı. Bu zaman qəsrin ən yüksək pilləkənlərində birində olduğunu gördü. Quş dedi: "Ey Zülqarneyn, bu pillələri qalx." Zülqarneyn qarşısına nə çıxacağını bilmədiyi üçün qorxaraq hərəkətə başladı. Yuxarı qalxdıqda sonunu göz görməyəcək genişlikdə olan bir səthi gördü. Orada üzü ağ, nurlu, işıq saçan və ağ libasda bir gənc var idi. O sanki kişi idi, yaxud kişi surətində idi, yaxud kişiyə bənzəyirdi, ya da elə kişi idi. O başını qaldırıb əlini ağzına qoyub göyə baxırdı. Zülqarneyn ayaq səslərinin xışıltısını eşitdikdə onun kim olduğunu soruşdu. O da mən Zülqarneynəm deyə cavab verdi. Dedi: "Ey Zülqarneyn, arxada qoyduqların sənə yetmədimi, indi mənim yanıma gəlmirsən?" Zülqarneyn soruşdu: "Sən niyə əlini ağzına qoymuşsan?" O dedi: "Ey Zülqarneyn, mən surun sahibiyəm. Saat, yəni qiyamət çox yaxınlaşıb. Mənə onu üfürmək üçün olunacaq əmri gözləyirəm." Sonra əli ilə bir daş götürüb onu Zülqarneynə tərəf atdı. Sanki o daş idi, yaxud daşa bənzəyirdi, ya da elə daş idi. O dedi: "Ey Zülqarneyn, bu daşı götür. Əgər o acısa, sən də acıyacaqsan. Əgər tox olsa, sən də tox olacaqsan. Bunu götürüb geri qayıt." Zülqarneyn həmin daşı götürüb geriyə, əskərlərinin yanına qayıtdı. Onlara quş barədə verdiyi suallar və özünün verdiyi cavablar, baş verənlər, damdakı şəxs ona söylədikləri və verdiyi daş barədə danışdı. Sonra onlara dedi: "O mənə bu daşı verib dedi: Əgər o acısa, sən də acıyacaqsan. Əgər tox olsa, sən də tox olacaqsan. Mənə bu daş barədə bir fikir söyləyin." Daşı tərəzinin bir gözünə qoydu, ona bənzər bir daş da götürüb digər gözünə qoydu. Onları ölçdükdə gətirdiyi daş ağır gəldi. Qarşı tərəfə başqa bir daş da qoyduqda yenə də ağır gəldi. Ta ki tərəziyə 1000 daş qoyuldu, amma hər birində eyni hal təkrarlandı. 1000 daş belə ona üstün gələ bilmədi. Dedilər: "Ey hökümdar, biz bunun hikmətini bilmirik." Xızır dedi: "Ey hökümdar, sən onlardan barəsində məlumatları olmayan bir məsələ haqqında soruşursan. Amma mənə bu daş barədə məlumat verilmişdi." Zülqarneyn dedi: "Bizə bu barədə məlumat ver, bizim üçün bunu açıqla." Xızır tərəzini götürüb Zülqarneynin gətirdiyi daşı tərəzinin bir gözünə, başqa bir daşı da tərəzinin digər gözünə qoydu. Sonra onun gətirdiyi daşın olduğu gözün ağırlığını artırmaq üçün bir miqdar torpaq tökdü. Tərəzini qaldırdıqda bərabər səviyyəni göstərdi. Oradakılar təəccüb edərək səcdəyə düşdülər və dedilər: "Ey hökümdar, bu bizim elmimizin yetməyəcəyi bir məsələdir. Biz Xızırın sehirbaz olmadığını bilirik. Bu necə ola bilər? Halbuki biz də onun yanına 1000 daş qoyduq, amma o az gəldi. Lakin torpaq qoyduqda bərabərləşdi." Zülqarneyn dedi: "Ey Xızır, bu daşın hikmətini bizim üçün açıqla." Xızır dedi: "Ey hökümdar, Allah Taala'nın hökmü bəndələrinin üzərində nüfuza sahibdir. Onun hakimiyyəti mütləqdir və hökmü qətidir. Allah Taala öz bəndələrini bir-biri ilə imtahan edir, alimi alimlə, cahili cahillə, alimi cahillə, cahili də alimlə. Məni səninlə, səni də mənimlə imtahan etmişdir." Zülqarneyn dedi: "Ey Xızır, Allah Taala sənə mərhəmət göstərsin. Deyirsən ki, səni məndən elmli etməklə və mənim rəiyyətim qərar verməklə imtahan etdi. Allah sənə rəhm etsin. Mən bu daş barədə məlumat almaq istəyirəm." Xızır dedi: "Ey hökümdar,
Bu daş surun sahibinin sənin üçün çəkdiyi bir misaldır. O deyir ki, Adəm aleyhissalam övladı bu daş kimidir. Əgər onun yanına 1000 daş da qoyulsa ona az bilər. Amma üzərinə torpaq qoyulsa gözü doyar və adi bir daşa çevrilər. Sənin məsələn də belədir. Allah Teala sənə əzəmətli bir səltənət və hakimiyyət vermişdir. Lakin sən buna razı olmayıb, səndən əvvəl bir kəsin axtarmadığı bir şeyin axtarışına çıxmış, bir insan və ya cinnin qədəm qoymadığı bir yola düşmüsən. Adəm övladı da belədir. Üzərinə torpaq tökülmədikcə doymaz. Zülqarneyn şiddətlə ağladı və dedi: Ey Xızır, bu məsələ çəkməklə doğru söylədin. Həqiqətən də bundan sonra heç bir şeyin axtarışına çıxmayacaq. Çevrilib zülmət qaranlığa daxil oldu. Onlar yol gedərkən atlarının ayaqlarının çıxartdığı xışıltı səsini eşidirdilər. Soruşdular: Ey hökmdar, bu nə səsidir? Zülqarneyn dedi: Bundan götürün, amma bilin ki, bundan götürən də, götürməyən də peşman olacaq. Onlardan bir hissəsi götürdü, bir hissəsi isə götürmədi. Qaranlıqdan çıxdıqda onların yaşımtıl daş olduğunu gördülər. Onu götürənlər də, götürməyənlər də peşman oldular. Zülqarneyn dövmə cəndələ, yəni Şam yaxınlığında olan qalaya qayıtdı. Onun evi orada idi. Ta ölənədək orada qaldı. Buyurdu, Peyğəmbər sallallahu aleyhi bu hədisi söylədikdə belə deyərdi: Allah qardaşım Zülqarneynə rəhmət etsin. O həmin yolu tutmaqla və axtarışı ilə günah etməmişdir. Əgər yaşıl daş olan vadiyə yetişsəydi, orada bir şey saxlamaz, hamısını cəmaat üçün daşıyardı. Çünki o arzular olan bir şəxs idi. Lakin onunla qayıtdığı zaman qarşılaşdı, həmin an isə artıq dünyaya zahid, yəni rəğbətsiz idi.